Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində, gözəl bir yerində, qapının ağzına qədər asfalt olan ərazidə Kupçalı 2 mərtəbəli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiyməti video son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu ev Kupçalıdır. Mərkəz hissəsidir, yola yaxındır, məktəblərə yaxındır, marşrutlara yaxındır, marketlərə yaxın ərazidə yerləşir. Demək, bura həyətindəki olan bir sanitar qovşağıdır. Bunu nəzərinizə çatdırım ki, bu həyət üçün olan bir sanitar qovşağıdır. Bura, demək, ev sahibi o vaxtı burada bir balaca bir dükan işlədib. Hal-hazırda oradan qapısı da var, gördüyünüz kimi. Yəni kim alsa buranın indi hal-hazırda artıq əşyaları yığıblar. Alan adam burada bir balaca bir dükan işlədə bilər. Yəni gördüyünüz kimi göz qabağında hardasa bir 15 kvadrat olar bura. 15 kvadrat olar. Həyətinə də bir maşın daxil ola bilər. Evin yenə deyirəm, yeri çox gözəl yerdə yerləşir. Biləcərin mərkəzində gözəl bir yerdə yerləşir. Buradan giririk içəri. Demək, burada ev sahibi burada belə bir plastik qapıdan pəncərə qoyub. Qızım qapıları giriş hissəsi istipoldur, cover metalından vırılıb. Gördüyünüz kimi hörmətli izləyicilər, ev buradan bir geniş dəhlizlə daxil olur evə. Buradan ikinci mərtəbəyə qalxmaq üçün pilləkəndir. Birinci mərtəbə demək olar istipoldur, həm də birinci mərtəbədə nə əşyalar var, demək olar evin içində qalacaq. Girən kimi buradan bir mətbəxdir. Mətbəxdən keçirik, burada bir dənə, yəni dəhliz də, aidiyyəti yoxdur bura. Burada bir yataq otağı var, haradasa texmin deyim ki, sizə bir 14 kvadratda bir yataq otağıdır. Keçirik buradan. Burada bir dənə böyük bir, yəni haradasa 20-22 kvadratlıq bir yataq otağı. Buranın üzrə demək tavanlarda hündürdür. Nəyinə görə? Çünki bu köhnə bir ev olub. Yəni bunun üstündə də artırıblar. Ev Kupçalı ev olub. Üzrə hündürlüyü də göz qabağında. Yəni hündür evlərin birisi ki, yəqin ki, havası da təmiz olur. Hündür tavanlı bir evdir. Bu da 20-22 kvadrat olar. Təxmin ölçü deyirəm. Burada artıq əşyalar yığmaq üçün balaca bir kladovka kimi balaca bir yerdir. Gördüyünüz kimi artıq əşyalar yığıblar. Qalxırıq buradan ikinci mərtəbəyə. Aşağıda gördüyünüz kimi 2 otaqdır. Bir yataq otağı, bir qonaq otağı, bir mətbəx. Qalxdıq buradan yuxarı, pilləkəna. Qalxan kimi bura ikinci mərtəbənin sanuzeldir. Təmiri normal qaydasında. Evdə hal-hazırda yaşayışlı bir evdir. Əlavə adam kim istəsə, hansı müştərilər alsa, öz istəsə dəyişiklik verə bilər. Kombi sistemlər də hamısı qurulub, gördüyünüz kimi kombi sistemlər də var. Demək, buradan keçirik, burada bir böyük bir yataq otağıdır. Bunu yəni hətta zal da eləmək olar. Yəni, burada elə bir şey yoxdur. Gördüyünüz kimi də geniş bir yataq otağıdır. Burada, hörmətli izləyicilər, bir də yataq otağı var. İndi sizin nəzərinizə bir şey çatdırım, hörmətli izləyicilər. Demək, əgər bu otaqları iç-içə olmağını istəmirsinizsə, buradan qapını bağlayıb, buradan bir qapı açmaq mümkündür. Yəni, iç-içə olmasın deyə. Yəni, ayırmaq da mümkündür. Yəni, hər cür variant yaratmaq olar, mümkündür. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTok-da Seç, Al, Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın zəng vuran zaman. Yenə qeyd edirəm, ev Biləcərin mərkəzində, gözəl bir yerində, marketlərə, məktəblərə yaxın ərazidə yerləşir. Qiyməti də 119.000 startdır. Aşağıdakı
otaqlarda nə əşyalar varsa hamısı evin içində qalır. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. 119.000 start qiymətdir. Real alıcı olsa indirimi birbaşa ev sahibi ilə danışacaqsınız.